Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün talisemiya, genetik ciddi qan xəstəliyindən danışacağıq. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri doktoru, professor Mir Eldar Babayev. Professor, xoş gəldiniz. Bugün çox ciddi qan xəstəliyi olan talisemiyadan danışmağı düşündük və burada da təbii ki, mövzu ilə bağlı müzakirədə sırf peşəkar mütəxəssis olaraq məsələ sizi seçdik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün öncəliklə sizə dərin təşəkkür edirəm. Talisemiya bildiyimiz kimi genetik valideynlərdən genetik olaraq ötürülən anormal hemoqlobin istehsalı ilə belə deyək də müşahidə olunacaq ciddi bir qan xəstəliyidir, deyilmi? İstəyəcəm bu xəstəliyin bir morfologiyası haqqında məsələ peşəkardan işləyək. Qısa bir arayış, sonra növbəti suallara keçid alaq. Buyurun. Talasemiya xəstəliyi irsi qan xəstəliyidir. İrsi olduğuna görə deməli bu genetik olaraq valideynlərdən ötürülür. Talasemiya xəstəliyinin iki forması var. Beta talasemiya, alfa talasemiya. Bu deməli eritrosit daxilindəki hemoqlobinin tərkibində olan zəncirlərdə baş verən deməli keyfiyyət dəyişiklikləridir ki, sonda xəstəliyin yaranmasına yol açır. Dediyim kimi bu xəstəlik valideynlərdən ötürülür və hər iki valideynlər bu geni almış uşaqlar, insanlar xəstə olurlar. Professor, bunun təbii ki, yaranma səbəblərini biz indi genetik faktora bağladıq da. Yəni bununla, bu xəstəliklə biz doğuluruq. Sonradan buna yoluxmaq ehtimalımız heç bir formada və yaxud da hansısa bir xəstəliklərin fonunda baş verə bilməz. Xeyr, bu genetikdir. Yəni bu dediyim kimi valideynlərdən genetik olaraq ötürülüb. Yəni insan doğulanda artıq bu geni özünə götürüb və həyatın gedişində bu genin dəyişilməsi və yaxud da ki olmadan yaranması, varsa itməsi qeyri-mümkündür. Və bunun üçün hər iki valideynin, belə deyək, talisemiya xəstəsi mi olması yetərlidir və çox artıq bu haqda danışıldı və həssas bir məsələ var ki, burada qohum evliliklərlə bağlı bu xəstəliyin ciddi formada özünü göstərmə ehtimalında artıq tibbdə və elmdə təsdiqlədi və nə gözəl ki, artıq qohum ailə qurmaları məsələsi artıq dayandırıldı. Və mən bu yaxınlarda statistik professor rəqəmə baxıram, bu qohumluq evliliyin ləğvi dayandıqdan sonra 2 dəfə evliliklərin sayı azalıb. Görün cəmiyyətimizdə və ölkədə nə qədər qohum evliliyi, bəlkə də biz yaşanacaq olacaq ciddi fəsadlardan xəbərsiz idik. Amma bunlar qohum evliliyin fonunda da yaranır, deyilmi? Bəli. Xəstəlik, ümumiyyətlə bu xəstəlik Azərbaycanda digər regionlara baxan daha çox yayılıb. Xəstəlik buna bəzən aralıq dənizi anemiyası da deyilir. Nəyə görə? Çünki bu aralıq dənizi ətrafındakı ölkələrdə çox yayılıb bu xəstəlik. Bu təkcə belə baxanda biz heç aralıq dənizindən kənardayıq. Amma məsələn Misir, İtaliya, sonra Tunis və s. bu digər ölkələr hansılar ki, Türkiyənin özü, Yunanistan, bunlar bu xəstəlik həmən ölkələrdə çox yayılıb. Eləcə də Azərbaycanda yayılıb. Azərbaycana bu bilirsiniz, hansı neçənci əsrlərdəsə Azərbaycana gəlib. Ola bilsin Azərbaycanı hansısa neçənci əsrlərdəsə işğalı ilə əlaqədar. Bəziləri bunu Aleksandr Makedonski ilə əlaqələndirirlər ki, onun qoşunlarının Azərbaycana gəlməsi və genetik olaraq bunun yəni bizim vüsət almasına səbəb olur. Bizim o dövrdə insanlara yəni bu genin ötürülməsi.
İş burasındadır ki, bəs belə bir sual qoyula bilər ki, bu Zakafkaziyada, bu burada təkcə Azərbaycan deyil axı, burada Gürcüstan da var, burada Ermənistan da var. Bəs necə olur ki, o ölkələrdə bizə baxan bu xəstəlik çox-çox azdır? Elə sizin sözün həm qüvvəsi, belə deyək, həm də ki, doğrudan da elə düzgün toxundunuz ki, bu qohum evliliyi Azərbaycanda həmən respublika, həmən ölkələrlə müqayisədə ki, onlarda qohumluq əlaqəsi yoxdur. Evet. Məsələn, o millətdə əmi qızına və yaxud da dayı qızına qardaş ya bacı deyirlər. Onlar da, yəni bizdə biz əmi oğlu deyirik, əmi qızı deyirik, biz bacı ya qardaş demirik onlara. Yəni ki, o qədər onlar üçün bu belə sayılır ki, həmən ölkələrdə ki, bunlarda necə bu bacı, bu qardaş, bunların evlənməsi əlbəttə qeyri-mümkündir. Amma bizdə isə, baxın, əmi qızı, əmi oğlu, öz uşağımın gözümüzün qabağında böyüyüb, qardaşımın qızıdır, gəl onu alaq. Və ya gözümüzün qabağında böyüyüb, yaxşı oğlandır, tərbiyəli oğlandır, məsələn, dayım oğludur, gəl qızı ona verək. Və bu da qohumluq nikahlarının yaranmasına səbəb olur. Bəs onda nə baş verir? Təsəvvür edin ki, məsələn, bu dayı oğlu, o əmi qızı və yaxud da bayaq sadaladığım qohumlar, bunlar adından göründüyü kimi bir nəsildən olan uşaqlardılar, doğulan uşaqlardır, doğulan nəvələrdir, hətta nəticələrdir. Əgər o nəslin kökündə, deyək, talasemiyanın daşıyıcılığı varsa, yəni geni varsa, o genlər səpələnir, yəni bu qohumla da olur, övladlar da olur, nəvələr də olur, hətta nəticələr də olur və bu genetik olaraq həmən ötürülür, nəsildən nəsil ötürülür. Və bunlar bir vaxtdan sonra ailə quranda bu daşıyıcı, o oğlan daşıyıcı, qız daşıyıcı, bunlar birləşdilərsə və bu nikahdan olan uşaqlar artıq xəstədə olurlar. Və bizim bəlamız onda olur ki, ona görə də bizdə bu Zakafkaziyada bu xəstəlik Azərbaycanda çox yayılıb, nəinki o biri respublikalarda. Bəli, bəzən də biz genetik faktor və irsi meyillilik anlayışını çox bəsidə alırıq, amma əslində onun kökündə ciddi xəstəliyin və fəsadları qoyulur. Mən əlamətlərindən professor istəyəcəm danışaq. Əlamətlər bildiyimə görə ağırlıq dərəcəsinə görə bölünür. Yəni, yüngül formada, heç bir formada əlaməti olmaya da bilər, gizlin gedə bilər, yəni artıq biz bunu hiss etməyə də bilər, amma orta və ağırda artıq ciddi əlamətləri və simptomları ilə özünü göstərir. Hətta burada sarılıq, dərinin artıq, belə deyək də, dəridə olacaq solğunluqdur, baş gicəllənmələrdir, halsızlıqdır, hansı ki, bu digər xəstəliklərin də fonda baş verdiyinə görə burada da biraz qarışdırmalar olur da. Amma burada ən əsası diqqətimi çəkən qaraciyər və dalağın böyüməsidir ki... İcazənizlə mən aydınlıq gətirim. Deməli, biz deyirik talasemiya, bayaq da dedim, talasemiya, alfa talasemiya və beta talasemiya. Bunlar hemoqlobinin tərkibindəki o qlobin zəncirlərindəki olan patologiyalardır. Alfa zəncirində və beta zəncirində. Və bunu mən nəyə görə bu cür xırdalayıram? Bəlkə də dinləyicilər üçün bu dərəcədə biraz çətin olar anlamaq. Ona görə deyirəm ki, yəni bu dəyişikliklərdən asılı olaraq yaranan talasemiyalar müxtəlif, yəni gedişi ilə fərqlənir. Alfa talasemiya və beta talasemiya. Bunlar gedişi ilə bir-birindən fərqlənir. İcazənizlə mən bunların ikisinə də aydınlıq gətirirəm. Məsələn, deyək ki, alfa talasemiya. Bu nisbətən az rast gəlinir beta talasemiya baxan. Burada belədir ki, bu alfa talasemiyanın deyək 4 forması var. Ağırlıq dərəcəsinə görə. Elə 2 forma var ki, bunlar yüngül anemiya ilə keçir və buna çox zaman heç hematolog olmayan həkimlər heç o dərinliyinə qədər gedə bilmir və bunun müxtəlif izahlarla, belə müxtəlif öz düşüncələrindən, fikirlərindən izahını verirlər ki, qan azlığı nəyə görədir. Əslində onun heç kökünü aşkara edə bilmirlər.
bilmirlər və yaxud da o barədə düşünə bilmirlər. Bu iki forma. Üçüncü formada bəli, xəstə doğulur və bir müddətdən sonra onda deməli anemiyanın simptomları üzə çıxır. Bu barədə mən ikisini birləşdirəndə danışacağam. Evet. Bir dəfə dördüncü forma ümumiyyətlə belə uşaqlar ana bətnində artıq ölü doğulurlar və ya doğulandan bir saat ərzində tələf olurlar. O dərin anemiya o qədər olur ki, onlarda yəni ödemli doğulurlar. Yəni həyat üçün həyat yaşama uyğunluğu yoxdur. Yəni yaşaya bilmirlər bunlar, yaşaya bilməzlər doğulur. Və bir də dediyim kimi beta talasemiyalar var ki, o talasemiyada ağırlıq dərəcəsinə görə fərqlənir. Amma 4 yox, burada 3 dərəcəsi var. Bu dərəcələrin birincisi elə o biri talasemiyada olduğu kimi yüngül anemiya ilə keçir. Bunu da bəzən çox zaman hematoloq olmayan həkimlər heç aşkara çıxara bilmirlər. Və həmən xəstələr bizə müraciət edirlər. Bir də baxırsan ki, həmən xəstələri dəmir preparatları ilə güya uşaqdır, dəmir maddəsi yəqin pozulmuş olar, qidası pisdir, yeməyi pisdir, müalicə ediblər uzun müddət xeyir almaq əvəzinə əksinə daha da bədəni yükləyiblər lazım olmayan dəmirlə. Bu yüngül forması var, orta ağır və ağır forması. Ağır forma əlbəttə adından göründüyü kimi gedişinə görə çox ağırdır. Orta ağır intermedia talasemiyanın beta talasemiya intermedia forması. Bu orta ağır dərəcəsidir və elə bu ağırlıq dərəcəsi də anemiyanın üzə çıxması, manifestasiyası, ağırlıq dərəcəsi, xəstəliyin gedişi ilə ölçülür və bir də əlbəttə analizlərdə onları bir-birindən fərqləndirən göstəricilər var. Bu deməli ilk bizdə bütün istər o alfa talasemiya olsun, istər beta talasemiya olsun, bizim ilk görəcəyimiz klinik əlamət anemiyadır. Yəni qan azlığıdır. Ondan sonra xəstəlik inkişaf etdikcə, yəni düzgün diaqnoz qoyulmadığı halda və yaxud da ki, diaqnoz ümumiyyətlə aşkara çıxarıla bilmədiyi halda və düzgün müalicə aparılmadığı halda xəstəlik getdikcə daha çox klinik simptomlar daha qabarıq üzə çıxmağa başlayır. Çox düzgün dediniz, dalaq qaraciyərin böyüməsi. Bəzən elə valideynlər də soruşur, doktor, bəs bunu, onlar özü də deyim ki, heç əvvəlcə valideynlər bilmirlər, dalaq niyə, dalaqdır, qaraciyər böyüməsidir. Sadəcə onu görürlər ki, uşağın qarnı həcmi böyüyür. Bir elə bilir, bunu müxtəlif cürə izah edirlər və sonunda məlum olur ki, bu böyümə dalaq qaraciyərin böyüməsi hesabınadır. Bəs niyə bu orqanlar böyüyür? Bu orqanlar məcburi qan yaradan orqana çevrilirlər. Əslində həmən orqanlar uşaq ana bətnində olduğu dövrdə qan yaradan orqanlar olurlar. Amma uşaq dünyaya gələndən sonra sümük iliyi qan yaradan birinci və əsas orqan olduğuna görə dalaq qaraciyər həmən funksiyadan, yəni həmən funksiyanı itirir. Amma bu xəstələrdə bədənin ki, o qədər qan hüceyrələrinə, xüsusən eritrositlərə, qırmızı qan kirəciklərinə o qədər ehtiyacı var ki, onu hardan olsa kompensasiya etmək istəyir və təzədən ana bətnində qan yaradan orqanlar təzədən fəaliyyətə başlayır. Dalaq qaraciyər və ona görə də onların böyüməsinin izahı bununladır. Sonra görmüşsünüz, bu xəstələrdə, xüsusən ağır və orta ağır formalarda olan xəstələrdə görmüşsünüz, üz dəyişiklikləri, üz sümüklərinin dəyişikliyi olur. Alın sümüyü qabarıq formada olur, ona deyirlər qalaya bənzər baş. Sonra bu zigmoid sümüklər, bu sümüklərin qabarıq çıxması, mongoloid indisi, mongol sifəti belə deyək ki, deyilən bir, yəni bu ədəbiyyatda yazılan ifadədir. Mongoloid indisi deyirlər. Bu görünür. Nəyə görə bunlar görünür? Çünki bayaq dediyim kimi sümük iliyi, çünki bu sümüklərdə də ilik var. Amma onlar qan yaranmada iştirak etmirlər. Bu xəstələrdə isə məcburi olurlar. Onlar da qan yaratmaq üçün fəaliyyət göstərirlər. Fəaliyyət göstərdiklərinə görə sümük arası sahələr
genişlənməsi, böyüməsi və bu xəstələrin simasının dəyişməsinə səbəb olur. Sümük deformasiyasında ona görə deyirlər ki, bəli, orada baş verir və inkişafdan qalmadı olur. Bunlar inkişafdan qalırlar. Bilirsiniz, necə insanın normal, yəni inkişafı üçün ən lazım olan faktorlardan biri bədənin oksigenlə təchizatının olmasıdır. Bunlarda oksigen təchizatı çox aşağı olur. Nəyə görə? Çünki hemoqlobin aşağı olur. Hemoqlobinin tərkibindəki dəmirdir ki, bir oksigeni birləşdirib ağızgərdən bütün bədənə çatdırır. Bunlarda o yoxdur, o funksiya çox aşağıdır. Məsələn, deyək ki, normada 120, 130, 140 qram litr olası hemoqlobin bunlarda bəzən 50, 60, mən 30-20 qram litr hemoqlobin olan uşaqlar görmüşəm. Ki, yəni təsəvvür edin, 140 hara 20, yəni yoxdur bədəndə qırmızı qan kürəcikləri ki, oksigeni birləşdirə bilsinlər. Ona görə də onlarda ikincili digər simptomlar çıxır. Ürək daima bədəni oksigenlə təchiz etmək üçün məcburdur tez-tez döyülsün. Burada ürək sıradan çıxır. Ondan sonra bunların fiziki inkişafları, yenə də deyirəm, hamısı bunlar biri-birinə bağlıdır normal inkişaf üçün. Əgər burada böyük bir zivina, böyük bir həlqə bədənin oksigenləşməsini kimi böyük bir həlqə əgər yoxdursa, pozulubsa, dağılıbsa, o zaman əlbəttə ən böyük, ən ağır simptomlar belə bu xəstələrdə biz görəcəyik. Professor, sayımız çoxdurmu bugün ölkədə? Bilirsiniz necədir? Azərbaycan, bayaq dedim ki, bu yəni talasemiya xəstəliyi üzrə əfsuslar olsun ki, öndə gedən ölkələrdəndir. Azərbaycanda 4%, əhalinin 4-5% bu genin daşıyıcısıdır. Amma elə bölgələr var ki, Şəki, Zaqatala, Oğuz, digər o dağ ətəyi rayonlar, onlarda Qəbələ, onlarda talasemiyanın geninin daşıyıcılığı 11% təşkil edir. 10%-dən yox. Bu çox böyük bir rəqəmdir. Təsəvvür edin, bu genləri daşıyan insanların biri-biri ilə qohub olması əlbəttə keçmişdə böyük fəlakətlərə yol açırdı. Keçmişdə nəyə görə deyirəm? Çünki keçmişdə bunların müalicəsi üçün ancaq bir yol var idi, o da ki, deməli, donor qanının köçürülməsi. İndi əlbəttə çoxlu işlər görülüb, indi yeri gəlsə... Bəli, biz indi ölkədə gedəcək inkişafdan və bu xəstəlik sahəsində görüləcək tədbirlərdən də danışacağıq. Bir də nəyə toxunmağınızı istəyəcəm, professor? Talasemiya xəstəsi var, talasemiya daşıyıcısı var. Bunların, belə deyək də, bir fərqi anlayışını istəyəcəm, izahını verək. Önce dediğim gibi talasemiya daşıyıcı, yani gen daşıyıcı. Bunlar valideynlerin birinden, yani mesela aile grup, valideynin biri sağlamdır, digəri talasemiya geninin daşıyıcısıdır. Bunlardan doğulan övladlar da hökmən ya sağlam olacaqlar və yaxud da ki gen daşıyıcısı olacaqlar. Amma xəstə olmayacaqlar. Amma hər iki valideyn də bu genin daşıyıcılığı varsa, o zaman bunlar ailə qurduqdan sonra bunlarda hökmən xəstə uşaq da olacaq. Çünki hər iki geni götürdüyünə görə ona da homozigot, yəni hər iki valideyndən götürülmüş gen, hansı ki o genin də yaratdığı xəstəlik ağır, talasemiyanın ağır forması olacaq. Bir də professor, bəlkə də bizim körpə uşaqlarımızda belə təbii ki, təsbitin etməsi üçün müəyyən bir xəstəliklərin qarşısını alınması üçün profilaktik tədbirlər olur da. Məsələn, mən özümdə bunu hiss etməsəm də, bir valideyn olaraq övladımda görə bilməsəm də, mən nəyisə bunu hansısa bir yoxlanış və laborator analizlərinə verilməsi ilə bağlı təsbit etmək imkanım var. Amma bilmirəm nəyi və hardan başlayım. Uşaqlarımızda dediyimiz kimi inkişafdan qalmadı, dəridə solğunluqdur, yorğun. Biz bəzən uşaqlarımızda bunu birbaşa müraciət pediatra gedir. İndi pediatrın peşəkarlığına dayanır orada məsələ ki, bizi yönləndirsin hematoloqa, deyilmi? Amma yönləndirmədiyi zamanda artıq faciə başlayır. Sabahki faciə üçün deyim və ya sabahki arzu olunmaz nəticələr üçün əlbəttə yol açılmış olur. Mən sizə deyim ki, bu ilk simptom uşaq doğulandan sonra təqribən bir
5-6 aylığında artıq bunu yavaş-yavaş üzə çıxır. 1 yaşında artıq lap dəqiqliklə bunu görmək olur ki, uşaq solğundur. Solğundur niyə? Çünki qanı aşağıdır, o Lordvildə desək. Hemoqlobin aşağıdır və hemoqlobin aşağıdır, sözsüz ki, bu uşağın həyat fəaliyyəti sağlam uşaqlardan fərqli olacaq. Bunun iştahı da zəif olacaq. Yeməkdən imtina edəcək. Bu gətirəcək nəyə? Bədənin zəif düşməsinə, immunitetin aşağı olmasına, o belə bir ifadə var, yanından yel keçən kimi xəstələnir. Başlayacaq hər addım başı xəstələnməyə. Belə olanda əlbəttə uşaq müraciət edir, valideyn aparır həkimə, pediatra deyə, çünki bu uşaq yaşında yarandığına görə, yəni diaqnoz uşaq yaşında qoyulur. O da məsələn, savadlı həkimdirsə, əlbəttə uşağa baxandan sonra bilir ki, burada çoxsu düşünür ki, yəqin uşaq az yeyir, yəni belə kapriz yedir, yemir və s. Ona görə bunun qanı aşağıya düşüb. Bu dəmirin miqdarı, çünki bu çox uşaqlarda aşağı olur. Bu da bir başqa digər xəstəlikdir, maraqlı xəstəlikdir. Ona görə də başlayırlar bu xəstələrə dəmir preparatları təyin eləməyə. 1 təyin edirlər, 2 təyin edirlər, vaxt ötür, anemiya artır, aparılan müalicə də boşa gedir. Bəli. Bu artıq siqnal olmalıdır ki, mən bu təyinatı verdim, effekt almadım. Niyə? Bəlkə bunu bir hematoloqa göstərək. Əslində, laf yaxşı olar, elə öncədən hematoloqa göstərmək. Hematoloq baxanda əlbəttə artıq təyin edə bilir ki, söhbət nədən gedə bilər. O istiqamətdə ilki müayinə aparır. Müayinənin də əsası nədir? Birinci, dəmir mübadiləsini yoxlamaq, yanaşı olaraq talasemiyanın olub-olmamasını. Burada da sorğu, anamnez deyirik, bilirsiniz, həkimlərdə. Çox böyük əhəmiyyət kəsb edir. Hansı zonadan olmağı, qohum evliliyindən olmağı və s. Bunlar artıq həkimə informasiya verir ki, həkim talasemiya haqqında düşünə bilsin. Və yaxud da ki, elə talasemiyanın aşkara çıxarılması istiqamətinə olan müayinəyə yönəldir xəstə. Ümumi qan analizi dediyimiz analiz verilməsi yetərli. Ümumi qan analizində biz hemoqlobin azlığını görəcək. Orada elə çox böyük dəyişikliklər olmayacaq. Var indi, məsələn, MCV var, eritrositlərin orta həcmi, lap öncələr rəng göstəricisi zadı yoxlanılırdı və bununla da təyin yox. Bununla müəyyən ilkin informasiyanı almaq olar. Amma bu talasemiyanın daşıyıcısıdır və ya xəstəsidir. Onun üçün hemoqlobinin elektroforez müayinəsi var. Ona görə elektroforezdə hemoqlobinin fraksiyalarından artıq həkim bilir ki, bəli, bu uşaq talasemiya daşıyıcısıdır və yaxud da ki, bu uşaq talasemiya xəstəsidir. Bəli. Və burada da çox ciddi bir mesaj var. Çünki bəzən də biz valideynlər övladımızda iştahsızlıqla, ümumiyyətlə yorğunluq, halsızlıq, hərəkətsizlik, inkişafdan qalmanı başqa yerlərdə səbəbini axtarmağa çalışdıqda, bəlkə də bizim sonuncu olaraq elə ağlımıza hematoloqlar gəlir. Necə ki, biz bunu dəfələrlə proqramımızda danışırdıq ki, uşaq kardioloqları, uşaq endokrinoloqları, uşaq hematoloq, bunlar tam ayrı ixtisas və peşəkarlardır ki, məhz bizim uşağımızın durumu ilə məşğul olur ki, ta o zamana kimi ki, bizi pediatrlar yönləndirir. Amma yenə də özümüzdə bilgilənmək, professor, maariflənmək vacibdir. Yönləndirilmədiyi halda da özümüz təşəbbüs edib məhz ona doğru müraciət etməliyik. Bizim reklam fasiləsimiz var. Fasilədən sonra yenidən müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün talasemiya, ciddi genetik qan xəstəliyindən danışırıq. Reklam var. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Mən müzakirəyə keçməzdən öncə bizim proqramın baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkürümü bildirmək istəyirəm. 2002-ci ildən Elite Food Company adı ilə və Best
Bift markası adı altında uzun illərdir ki, peşəkarlığa söykənəcək fəaliyyəti ilə bizim sağlam qidalanmağımızın məhz təminatını demək olar ki, həyata keçirirlər. Peşəkar və insanların çalışdığı geniş, gigiyenik şəraitlərə riayət olunduğu böyük bir müəssisə və yüksək kalitəli qida, hansı ki, ailə üzvlərimizin, hətta ən az yaşlı uşağımızdan belə ahıl insanlara qədər çox əminliklə və zəmanətlə istifadə edə biləcəyimiz qida. Təşəkkür edirik sizə Best Beef ət və ət məhsulları. Və mövzumuza keçid alaq, professor. Bayaq biz danışdıq, bu təbii ki, talasimiya xəstəliyi var, talasimiya daşıyıcı, bunlar ayrı-ayrı anlayışlardır. Yəni, daşıyıcı o anlayışa gəlmir ki, bunun xəstəsidir. Bu daşıyıcının təsbit olunması və aşkarlanması əslində çox peşəkarlığa və deyərdim ki, çox incə məqamlara söykənəcək bir məsələdir ki, bunu hər kəs aşkarlaya bilərmi? Məncə yox. Burada təsadüfi də aşkarlanma ola bilər. Bu halda bunu görməzdən gəlib ötüb keçdiyimiz məqamlar da ola bilər. Və yaxud da verdiyimiz laborator analizlərdə bu özünü göstərməyə bilər, deyilmi? Bəli, İndi burada nələr işə keçməlidir və kimlər müdaxilə etməlidir? Bilirsiniz necə, hansı hallarda olur? Bəzən doğrudan da elektroforez metodu dediyimiz metodda hər hansı bir texniki səhvmi ola bilsin ki, diaqnozun aşağı çıxarılmasına mane ola bilər. Və yaxud da ki, məsələn, deyirik ki, alfa talasimiya bayaq dedik. Bunlarda elektroforez müayinəsində doğrudan da xəstəlik daşıyıcısı belə aşağı çıxmaya bilər. O zaman daha təkmilləşmiş müayinə metodu var ki, deməli, hemoqlobinin molekulyar genetik müayinəsi. O bizim respublikamızda var, artıq neçə illərdə aparılır və o müayinə ilə artıq doğrudan da nəinki xəstəliyin və yaxud da genin hətta harasında hansı mutasiya olduğunu belə aşağı çıxarıb dəqiqliklə demək mümkündür. Professor, hansı hemoqlobinin göstəricimiz, hansı rəqəm bizə artıq bir həyəcan təbili çalır? Təbii ki, valideyn övladımızı birinci təbii nə qədər desək də, yenə də anlayışımızda ümumi qan analizi və hemoqlobinin yoxlanışına diqqət, bəli, səviyyəsinə birbaşa diqqət yönəldirik. Orada göstərici neçə olanda artıq biz birbaşa hematoloqa müraciət edirik. Normada götürsək, məsələn, 120-140 arasında hemoqlobinin səviyyəsi olur. Məsələn, 100 və ya 100-dən aşağı olduğu halda hemoqlobinin səviyyəsi artıq düşünmək lazımdır. Burada artıq anemiya var və bu anemiya nəyə bağlıdır deyə biz müayinələri aparmalıyıq ki, təsdiqləyək diaqnozu. Bir məsələ də var, bizim bu nigah məsələmizdə nigahdan öncə tibbi arayışların yoxlanılması. Əslində bu o zaman təbii ki, bir mənalı qarşılanmadı, amma böyük bir formada xəstəliklərin aşkar olunmasına xidmət etdi. Amma burada daha çox faiz göstəricisini aşkarlanan xəstəliklər də məhz talasimiya ilə bağlı oldu. Elə müzakirələr də onunla bağlı oldu, mübahisələr də onunla bağlı oldu. Bu mövzu ilə bağlı nələrinsə təsdiqini tapdıqdan sonra hətta geri çəkilən ailə cütlükləri də oldu ki, artıq evlilikdən imtina verdilər. Burada böyük bir söz-söhbətlər, qalmaqallar da yaşandı və yaxud da bunu görməzdən gəlib elə evliliyə davam edən cütlüklər və sonucda ciddi fəsadlarla qarşılaşan ailələr də oldu. Deyilmi? Bunun tənzimləmə mexanizmi sizcə uyğulanması, tətbiq olunması doğru düzgün yolla aparılır deyə bilirikmi? Bilirsiniz necədir? Bundan öncə də dedim, bu anemiya şübhə olduğu halda bu istiqamətdə müayinə aparılmalıdır. Bunu mən sizə dedim. Olur ki, bəzən uşaq talasemiyanın daşıyıcısıdır, amma bu elə aşkarlanmadan yüngül anemiya kimi bu uşaq böyüyür, yəni gəlir məktəb yaşı, sonra daha böyük yaşlar və s. və böyüyür, gəlir deməli ailə qurmaq yaşına çatır. Və burada bizdə Azərbaycanda doğrusu iki qanun var ki, qəbul olunub. Bunlar talasemiya xəstəliyi ilə mübarizədə belə deyərdim çox önəmli qanunlardır. Bunlardan biri nigaha gedən cütlüklərin yoxlanılmasıdır ki, bunlarda talasemiya
talasimiya ilə bağlı bir problem var və yaxud da yoxdur. İkincisi də ki, qohum evliliyinin rəsmi olaraq qarşısının alınması. İndi burada bir məqam var ki, bəzən yenə də deyirəm, məsələn, bizdə uşaq yaşlarında əgər uşağın talasimiya daşıyıcısı olduğu aşkara çıxırsa, biz onlara iki şey deyirik. Birinci, odur ki, bunlar 7-8 yaşına qədər hökmən ildə azı 2 dəfə hematoloqun nəzarətində olmalıdırlar. Nəzarətində olub hematoloqa müraciət etməlidirlər. Niyə? Çünki bu uşaqlar öz digər yaşıdlarına, sağlam yaşıdlarına baxan, bunlarda dediyim kimi hemoqlobinin səviyyəsi aşağı olur. Aşağı olduğuna görə bunların immuniteti də aşağı olur. Çox zaman qan azlığı ilə bağlı olaraq immunitet zəifliyi olur. Və bunlar qış, payız, yəni soyuq aylarda daha çox xəstələnirlər, daha tez-tez xəstələnirlər. Ona görə də bunların hematoloqa o mövsüm dəyişən vaxtda müraciət etməsi və müvafiq müalicələrin təyin olunması həmən uşaqların sağlam böyüməsinə kömək edir. Və ikinci problem odur ki, mən yəni öz gündəlik praktikamla sizə deyirəm, bunlara deyirəm, 7-8 yaşından sonra bu uşaqlar böyüyəcəklər, ay valideynlər, necə ki, siz böyümüsünüz, özünüzü tam normal, gümrah, qəşəng hiss eləmişsiniz. Problem yaranacaq bir də bunlar ailə quranda. Ailə quranda hökmən ikinci tərəf yoxlanmalıdır ki, orada da talasimiya problemi varmı, yoxsa yoxdur. Deyirəm, sizin probleminiz onda yaranacaq. Ona görə də o ailə qurmaq söhbəti yaranacaqsa, yəni kiminləsə, hökmən həmən tərəf yoxlanmalıdır. Düzdür, bu bizdə məcburi formada yoxlanılır. Mən necə bunu qeyd etdim. Amma nə vaxt yoxlanılır? Nigaha gedəndə. Nigaha gedəndə birdən aşkarlanır və bu da çox doğrusu çox böyük söz-söhbətə səbəb olur. Mənə nə qədər xəstələr müraciət edirlər. 55-60 yaşında valideynlər, yaşlı, artıq müəyyən yaşa çatmış valideynlər, hansı ki, oğul evləndirir, qız evləndirir. Bir də görürsən ki, nikah ərəfəsində ki, bu problemin talasimiya daşıyıcılığını aşkarlaması çox böyük söz-söhbətə səbəb olur. Təsəvvür edin, evlənmək bir günün işi olmur axı. Bunun tanışlığı var, bunun yəni bir sevgi hissi var, bunların görüşməyi var, bunların necə deyir, elçi getməyi var, bunların nişan aparmaq var, toya hazırlaşmaq. Böyük bir proses başlanır və axıra çatanda birdən məlum olur ki, bu insanlar daşıyıcıdır və bunların ailə qurmağı gələcəkdə böyük bir bədbəxt bir ailənin yaranmasına səbəb olacaq. Mən ona görə məsələn bir mütəxəssis kimi düşünürəm ki, burada iki momenti hökmən nəzərə almaq lazımdır. Birinci, elə çox yaxşı olar ki, bunlar yəni tanış olanda, yəni bir-birinə ailə qurmaq hissi, söhbəti yarananda daşıyıcı hökmən o biri tərəfə öz fikrini desin. Bilirsiniz, sivil ölkələrdə bu belədir. Bunlar gizlədirlər, bir tərəf o biri tərəfdə gizlədir. O ataların sözü var, cidanı çuvalda gizlətmək olmaz. Nə qədər gizlətsə bir tərəfdən ucu çıxacaq. Və sən düşünmürsən ki, sən bu qızı, öz qızını və öz oğlunu bilə-bilə bədbəxtçiliyə aparırsan. Çünki sabah onsuz da bu aşkarlanacaq. Və yaxud da ki, sabah bu ailəyə xəstə uşaq da olacaq. Ay bu sabahın babası, nənəsi, sən bəs necə öz və rəva bilirsən ki, sənin gələcək nəvən xəstə, hər zaman hansısa insanın donorun qanından asılı olacaq, ömrü ancaq ev, xəstəxana, hər 15 günə bir apar, qan köçür. Bu şey artıq yaşayış olmur. Bu zülümlü bir həyat olur. Və zülümlü həyatı olanda o onu günahlandırır, bu bunu günahlandırır. İnanırsın, mənim yanıma gəlirlər valideynlər bir evlənəndən sonra. Hansı ki, o uşağı mən bilirəm ki, bu irsi qan xəstəliyinin daşıyıcısıdır. Və bunu gizlədib. Bu bundan gizlədib, o biri də bundan gizlədib. Bəzən də olur ki, mən bunu da görmüşəm. İndi artıq 50 ildir həkim işləyirəm, zarafat deyil. O qədər praktikamda belə şeylər görmüşəm ki, bəzən də bu talasimiya daşıyıcısı olmağı üzə toya qədər bilinməsin deyə
sonradan nikahdan ailə qurandan sonra gedirlər yoxlatdırmağa ki, bunlar daşıyıcıdır ya yox, çıxır ki, bəli daşıyıcı. Professor, cütlüyün biri sağlam, biri daşıyıcı. Onların uşağının talisemiya xəstəsi doğulması ehtimalı güclüdür, yoxsa daşıyıcı kimi doğulmağı? Əgər valideynlərdən biri sağlamdırsa, digəri daşıyıcıdırsa, bunlardan doğulan uşaqlar ya daşıyıcı olacaq, ya da tamamilə sağlam olacaq. Bunlardan xəstə doğulma ehtimalı sıfırdır. Xəstə hər iki gen daşıyıcısının olması yetərlidir. Bir də bu talisemiya xəstəliklərindən təbii ki, əziyyət çəkən bizim körpə balalarımızdan tutmuş elə gənc insanlar, yetkin insanlarımız da var ki, sadəcə müalicəsi yoxdur deyə bir mif uyğunlaşdırdıq özümüzdə və nə də etsəm belə karı gəlməyəcək kimi bir fikir. Yəni, bədbinliyə qapanma var. Bu insanlarda ümumiyyətlə həyatla barışmamaq, maraq zövq dairələrində biraz, yəni talisemiyanın müalicəsi, bərpası tam edə bilirik, deyə bilirikmi? Bəli. Bu istiqamətdə bilirsiniz, bizim ölkəmizdə, Azərbaycanda çox işlər görülüb. Yəni, nə var onu deyirəm. Birinci odur ki, talasemiyalı xəstələr, ümumiyyətlə talasemiya xəstələr dövlət proqramına daxil edilir. Yəni, dövlət proqramına daxil olmaq odur ki, bunlar digər xəstələrdən fərqli olaraq, bunların diaqnostikasıdır, bunların müalicəsidir, bunlar tam hökumət tərəfindən qarşılanır. Və bu təkcə donorluq məsələsi deyil. Deyək ki, donordan qan köçürtür. Donordan qan köçürtdükcə, getdikcə bu xəstə adamda, bədənində donorun qanından gələn dəmirlə yüklənmə olur. Bu dəmir çökür ürəyə, mədaltı vəziyyət, qaraciyərə, digər orqanlara və həmən orqanların gemosideroz ilə bunun dəmirlə yüklənməsi, xəstələnməsi, fəaliyyətini itirməsinə qədər çatır. Bu olmamaqdan ötəri, deməli, həmən dəmirin bədəndən çıxarılması üçün müxtəlif dərman preparatları var. Ki, bu desferal, eksizat və s. bunlar xarici ölkələrdə istehsal olunur. Həmən ölkələrdən bu dərmanlar hökumət proqramı ilə, yəni hökumət əli ilə, liniyası ilə, xətti ilə bunlar təmin olunurlar. Bu xəstələrin heç biri düşüb apteklərdə dərman axtarmır. Həmən dərmanlar tamamilə bizim, yenə də deyirəm, hökumətimiz tərəfindən təmin olunur. Hətta bunlar üçün, yəni bu xəstələr üçün Respublika Talasemiya Mərkəzi deyilən böyük bir, yəni necə deyərlər, belə deyə açıq deyim, bəlkə də dünya standartlarına cavab verən bir mərkəz var. Düzdür, o da Milli Hematologiya Mərkəzinin daxilindədir. Bunlar birləşmiş bir müxtəlif binalardır. Və burada nə baş verir? Burada deməli həmən xəstələrin müalicəsi aparılır və həmən dəmirlə yüklənmiş orqanlar, yəni dəmirdən azad olunur. Sonra üçüncü ən böyük məsələ nədir? Bu xəstələrə sümük transplantasiyasının aparılması. Bu talasemiya mərkəzində artıq 10 il, keçən il 10 il oldu da, 10 ildən artıqdır ki, Respublikamızda talasemiyalı xəstələrə birdəfəli sağlamlıq bəxş etmək üçün sümüklüyün köçürülməsi bu bizdə Azərbaycanda aparılır. Çox böyük vəsait tələb edən. Ən uğurlu müalicə metodumuz və tamamən bunun radikal müalicəsi sümüklüyün transplantasiyasıdır. Bunlar bizdə, yəni Azərbaycanda aparılır. Ona görə deyirəm, bu istiqamətdə doğrusu bizim hökumətimiz, bizim dövlətimiz bu xəstələr üçün çox böyük iş görür və görür ki, bütün bunlara baxmayaraq, yenə də bu insanlar, yəni cəmiyyətimizə yenə xəstə uşaqlar doğulur. Ona görə də qohum nikahlarına qadağa qoymaq bu xəstələrin, deyərdim ki, bəlkə bir 50%, 70% azalmasına kömək edəcək. Təbii ki, bugün aparılan elə müasir diaqnostikada, laboratoriya mərkəzlərimizdə bunlar danılmazdır, professor. Hər zaman deyirəm ki, bəzən də biz xarici ölkələrdə və başqa yerlərdə böyük bir faydalar axtarmağa çıxdıqda o qədər yanlışlarla üzləşdik və yenidən geri dönərək öz
ölkəmizdə fəaliyyət göstərən peşəkar insanlara müraciət etdik. Ona görə də bugün elə Milli Hematologiya Mərkəzimizdə böyük bir peşəkarların əslində çalışdığı bir mərkəzdir və onların gördüyü işlər də danılmazdır ki, bu insanların qeydiyyata alınması, nəzarətə salınması və çox bahalı bir müalicədir hətta. Əlbəttə. Çox bahalı bir müalicədir, böyük maddiyyat tələb edir. Necə edək ki, bu xəstəliyin ümumiyyətlə yaranmaması üçün gələcəkdə mən ailə qurmağa hazırlaşıram. Özümüzdə nəyi yoxlamalı, nəyi etməliyəm, nəyi tənzimləməliyəm ki, bunlar olmasın? Çox düzgün sualdır. Mən yenə də deyirəm ki, bilirsiniz, bu sivil cəmiyyətdə, yəni biz belə baxanda doğrudan da dünyanın çox ölkələrinə primer nümunə olası bir ölkəyi. Çox cəhətdən, yəni mən digər sahələri sadalamaq istəmirəm, amma doğrudan da belədir. Mədəniyyət cəhətdən, siyasət cəhətdən, ümumiyyətlə, iqtisadi cəhətdən çox inkişaf etmiş bir ölkəyi və bizim şuurumuzla formalaşan mühitimizlə əlaqədar daha da inkişaf edir, daha da təkmilləşir. Bizim insanlarımızın xaricə çıxışları artıb, çoxdur. Məsələn, cavanlarımız xaricə təhsil alırlar, oxuyurlar, xaricdən ünsiyyətdə olduqca, yəni müəyyən şeylər var ki, o sivilizasiya, mədəniyyətə, daxili mədəniyyət təkcə xarici görkəm deyil, daxili mədəniyyət ki, formalaşmasına, inkişaf etməsinə kömək edir. Bunu mən nəyə gətirirəm? Ki, sabah ailə qurası adam özünün daşıyıcı, talasimiya daşıyıcısı olduğunu bildiyi halda bunu gələcək ailə quracaqdır, gizlətməməlidir. Bilirsiniz, bu gizlətmə bayaq dediyim kimi özünün sabahki bədbəxtliyinə bugün göz yumaqdır, özünü aldatmaqdır. Bunu demək lazımdır. Qız tərəfi də deməlidir, oğlan tərəfi də bunu deməlidir. Əgər ki, bunlar artıq bu genlə doğulublarsa. Bax, bunlar olduğu halda bizim hökumət, dövlətimiz bayaq sadaladığım çox iş görür. Biz özümüz də bir iş görməliyik. Bizdən nə tələb olunur? Sivil olmaq, belə mədəni qaydada qarşısındakı gələcək həyat yoldaşına başa salmaq ki, məndə bu problem var. Gəl səni də yoxlayaq, baxaq. Bəlkə yəni doğrudan da Allah eləməsin, səndə də bu gen var ki, vaxtında biz tədbirimizi görə. İndi təsəvvür edin ki, talasimiya daşıyıcısı artıq bayaq dediyim kimi bu xəstəlik deyil. Bu insanlar tam normal insanlardır. Bunlar idmançı da ola bilərlər. Bunlar başqa sistemlərdə də işləyə bilərlər. Bunları artıq biz 3 il bundan qabaq Elmiş orada bir qərar qəbul elədik ki, bu insanlar ki, əgər bütün həyat fəaliyyətləri tam normaldırsa, öz sağlam yaşıtlarından fərqlənmirlərsə, oğlana niyə əskər getməsin? Və artıq 3 ildir ki, bu uşaq, bu yeniyetmələr, yəni artıq əskər də hərbi xidmətə də getməyə yararlıdırlar. Bəli. Professor, çox dəyərli fikirləriniz üçün sizə dərin təşəkkür edirəm. Bizim efir zamanımızda yekunlaşdı. Təbii ki, hər şey məhz bizim özümüzdən, düşüncəmizdən, təfəkkürümüzdən başlayır. Əgər yeni doğulmuş uşaqlarımızda azacıq da olsa fərq etməz bir problem nəysə aşkarlanmadan da belə müayinələr etmək bizim gələcəkdə rastlaşdığımız ən böyük faciələrin qarşısını almaq qədər o qədər də bəsitdir. Ona görə də hər şey məhz bizdən başlayır. Doğru, düzgün zamanında müayinə və mütəxəssisə müraciət. Bunlar yetər ki, gələcəkdə sağlam həyat yaşayaq. Bugün talasimiya genetik olan ağır göstəriciyə söykənəcək qan xəstəliyindən danışdıq. Qonağımız isə Milli Hematologiya Mərkəzinin şöbə müdiri, bizim dəyərli tibb elmləri doktoru Professor Mir Eldar Babayevdir. Professor, bir daha təşəkkür edir o dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün. Hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə arzulayırıq. Sabah yenidən fərqli mövzuyla eyni zamanda görüşmək ümidilə. Sağ olun. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.